Qeyd etdiyim kimi, Uca Allah Quranın 4 ayəsində isə dağları yaratdıq deyil, yer üzünə dağları atdıq, tulladıq deyir. Həmin bu atdıq, tulladıq sözü idi ki, orada qeyri-adi bir mənanın olduğu hissi illərdir ki, zehnimdə gəzir. Dediyim bu sözümü Qurandan hansısa bir ayə ilə qüvvətləndirməyə fikirləşərkən, yadıma indi oxuyacağım bu mübarək ayə. Gəlin görək, müasir elm bəs bu haqda nə deyir? Bismillahirrahmanirrahim. Keçən dəfə Cəlal Şəngörün Qurana qarşı iddia etdiyi dağlar haqda olan yalanına mövzu hazırlayanda illərdir Quranda məni düşündürən dağlar haqda deyilən bir kəlmənin cavabını tapdım. Belə ki, Uca Allah Quran-ı Kərimin bir neçə ayələrində yer üzündə dağlar yaratdığını, yalnız 4 ayədə isə dağları yer üzünə atdığını demişdir. İlk olaraq dağları yaratmasına aid olan bəzi mübarək ayələri oxuyum, sonra isə Allahın izni ilə əsas mövzuma qayıdacağım. Uca Allah buyurur: وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ يُغْشِي اللَّيْلَ النَّهَارَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar və bütün meyvələrdən cüt-cüt yaradan odur. O gündüzü gecə ilə örtüb bürüyür, şübhəsiz ki, bunda düşünən bir qövm üçün Allahın varlığını və birliyini göstərən dəlillər vardır. Digər ayədə Uca Allah buyurur: "Əmmən ca'aləl arda qarara və ca'alə xilalaha anharan və ca'alə laha ravasiya və ca'alə beynəl bəhreyni hacizə. İlahum ma'allah bəl əktəruhum la ya'lamun." Şərik qoşduqları daha xeyirlidir, yoxsa yeri yaşamaq üçün məskən edən, orada çaylar axıdan, onun üçün möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan, Allahla yanaşı başqa bir ilah varmı? Xeyr, onların çoxu bilmirlər. Həmçinin Uca Allah buyurur ki, وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ. Onları yırğalamasın deyə yerdə möhkəm dağlar yaratdıq və rahat gəzə bilsinlər deyə orada geniş yollar düzəltdik. Qeyd etdiyim kimi, Uca Allah Quranın 4 ayəsində isə dağları yaratdıq deyil, yer üzünə dağları atdıq, tulladıq deyir. Həmin bu atdıq, tulladıq sözü idi ki, orada qeyri-adi bir mənanın olduğu hissi illərdir ki, zehnimdə gəzirdi. Nəhayət ki, son günlərdə bu sirli sözün mənasını, düzdür, daha doğrusunu yenə də Uca Allah bilir, ola bilsin ki, Uca Allahın izni ilə tapa bildim. Uca Allah buyurur: وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ. Yer üzünü döşəyib oraya sabit dağlar atdıq və hər növ gözəl bitki bitirdik. Həmçinin Uca Allah buyurur: وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ شَيْءٍ مَوْزُونٍ. Yer üzünü döşədik və oraya möhkəm dağlar atdıq. Biz orada hər şeydən ölçü ilə bitirdik. Bitkiyə və ya meyvəyə aid olan bu ölçü ilə bitirdik sözündə də botanika elmini qabaqlayan digər bir möcüzə var ki, onu sonraya saxlayıram. Digər ayədə Uca Allah dağlar haqda buyurur: "Xalaqas semavati bighayri amadin tarawnaha və alqa fil ardı ravasiya an tamida bikum və bassa fiha min kulli dabba." O göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə möhkəm dağlar atdı və onun hər tərəfinə növbə-növ canlılar yaydı. Oxuduğum ayələrə diqqət etsəniz, orada əlqaynə yaxud əlqa sözü idi ki, ərəbcə atmaq, tullamaq mənalarını verir. Əziz izləyicilər, tərcümələrə baxsalar, tərcümələrdə atdıq deyil, yaratdıq və ya buna bənzər sözlər görəcəklər. Çünki zahirən atdıq sözü kimi hərfi tərcümə etmək, zahiri olaraq doğru görünməyə bilir deyə başqa cür tərcümə edilir. Məlumdur ki, atmaq təkcə yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya da istifadə edilir. Məsələn, aşağıdan yuxarıya bir insan ox və ya raket atarsa, ox atdı və ya raket atdı deyilir. Eləcə də yerin içindən sürətlə püskürüb çıxan şeyə yer atdı deyilir. Dediyim bu sözümü Qurandan hansısa bir ayə ilə qüvvətləndirməyə fikirləşərkən, yadıma indi oxuyacağım bu mübarək ayə düşdü. Belə ki, Uca Allah buyurur: Bismillahirrahmanirrahim. İzə səməun şəqqat və əzinət li rabbiha və huqqat və izəl ardu muddət və əlqat mə fiyhə və təxallət və əzinət li rabbiha və huqqat. Göy yarılacağı və Rəbbinin buyruğunu eşidib itaət edəcəyi zaman, yer uzanıb dümdüz olacağı, içində olanı bayra atıb boşalacağı
və Rəbbinin buyurduğunu eşidib itaət edəcəyi zaman. Baxın, hörmətli izləyicilər, uca Rəbbimiz yerin içindən püskürərək təzyiqlə çıxan əməliyyata atmaq deyir. Gəlin görək, müasir elm bəs bu haqda nə deyir? Geoloqların dediyinə görə dağların 3 yaranma səbəbi vardır. Onlardan da biri vulkanın səbəb olmasıdır. Yerin altından vulkan püskürür, içində olanları çölə atır və bununla da dağ əmələ gəlir. Yer üzündə vulkandan yaranan minlərlə dağ vardır. Maraq üçün sizlərə yer üzündə yaranan bəzi möhtəşəm vulkanik dağları misal çəkim. Hansı ki, geoloqlar bu dağların bəzilərinin milyon illər bundan öncə vulkan vasitəsilə yarandığını qeyd edirlər. Misal üçün Mauna Kea dağı. ABŞ-ın Havayında yerləşən Mauna Kea, okean dibindəki kökündən ölçüldükdə dünyanın ən hündür dağı sayılır və ümumi hündürlüyü təxminən 10.211 metr. Amma kökünü saymasaq, o zaman hündürlüyü 4.205 metrdir. Mauna Kea təmiz, quru atmosferi və yüksək hündürlüyünə görə bir neçə teleskop stansiyasına ev sahibliyi edir. Vulkandan yaranan digər böyük dağa yenə də Havayda olan Mauna Loa dağını misal çəkmək olar. Bu dağın da suda olan kökünü sayarıqsa 9144 metr edir və Everestdən də hündür hesab olunur. Lakin dəniz səviyyəsindən yuxarı olan hissəsini sayırıqsa o zaman 4170 metrdir. Bu vulkanik Mauna Loa dağı hündürlüyünə görə Mauna Kea dağından kiçik, ərazisinə görə isə xeyli böyükdür. Digər vulkanik dağı da sizlərə misal çəkim. Bu möhtəşəm dağ Tanzaniyada yerləşən və Afrikanın ən hündür dağı olan Kilimanjaro dağıdır. Bu dağın hündürlüyü 5895 metr, uzunluğu isə 80 kilometrdir. Son olaraq bir dağı da misal çəkim. Həmin bu möhtəşəm dağ uzunluğu 8900 kilometr, hündürlüyü isə 6959 metr olan Cənubi Amerikada yerləşən Ant dağlarının bir neçə zirvəsidir. Onu da qeyd edim ki, bütün vulkanlar dağdır, lakin bütün dağlar vulkan deyil. Ümumilikdə isə maraqlıdır ki, Quran-ı Kərimə nəzər salsaq, görərik ki, dağları atdıq sözü, dağları yaratdıq sözündən daha azdır. Yer üzünə də baxsaq, görərik ki, sözü gedən vulkanik yol ilə yaranan dağlar da digər yol ilə yaranan dağlardan daha azdır. Məlumdur ki, geologiya elmi yeni elmlərdən sayılır. Amma Uca Allah Quran-ı Kərimdə dağların necə yaranmasına işarə edərək Quran-ı Kərimdə bu haqda danışmışdır. Bu da sübutdur ki, həqiqətən də Uca Allah onun göndərdiyi Quran-ı Kərim və Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm haqdır. Daha doğrusunu Uca Allah bilir. Hələlik bu qədər. Uca Allaha əmanət qalın.